Onurğa əməliyyatlarında istifadə olunan implantlar qırıla bilərmi? Qeyd edim ki, onurğa cərrahiyyəsində istifadə olunan implantlar onurğanı fiksə etmək, stabilizasiya məqsədi daşıyır və bu əməliyyatlar adətən onurğa travmalarında və degenerativ onurğa xəstəliklərində fəqirlərin qeyri-stabilliyi olan zaman istifadə olunur. Onurğa implantları əgər əməliyyatdan sonra həmin nahiyədə tam birləşmə, yəni bir fuzyon dediyimiz proses getmərsə, yəni sümüyün bir-birinə qaynaması olmazsa, bu zaman implantlar üzərində düşən yükün nəticəsində olaraq metal yorğunluğu dediyimiz bir hadisə baş verir ki, bu zamanda həmin nahiyədə implantın qırılması mümkündür. Bu implantın qırılmasına səbəb ən çox sümükdə olan yumşalmalar, artıq bədən çəkinin olması, sümük qaynamasını pisləşdirən siqaretdən istifadə etmək, əməliyyatdan qısa müddətdən sonra tam həmin nahiyədə sümükləşmə olmadan ağır fiziki işlər görmək, bunlar hamısı implant qırılmalarına səbəb ola bilir. Bu səbəbdən də implant qoyulmuş onurğa cərrahiyyəsindən sonra mütləq davamlı olaraq həkim kontrolunda olmaq lazımdır. Vaxtaşırı rentgen müayinəsi olunub, həmin nahiyədə tam sümükləşmənin gedib-getməməsini yoxlamaq lazımdır.